Deməli, Füzuli rayonunun Böyükbəhmənli kəndindən olan Aydın, Beyləqan rayonunun Xalat kəndindən olan əskər yoldaşı Poladı doğum günü münasibəti ilə təbrik eləməyimi istəyir. Poladla Aydın 41-42-ci illərdə, yox, çaşdın deyəsən, 88-89-cu illərdə Rusiyanın Vologda şəhərində hərbi xidmətdə olublar. Mən nə Füzulidə olmamışam, nə də Beyləqanda, amma Aydınla Polad döyüşlərdə də olublar 92-ci ildə. Elə bir Rusiyadan gəlib gediblər müharibəyə. Eşitmişəm Beyləqan quzularına yaxşı kebab olur. Arada gedib bir kebabdan zaddan belə yeyib içib. Yox, mən o vaxt Şuşaya qədər getdim. Gedib yeyib içər. Digər əskər yoldaşları həm də yaxın dostlarıdırlar. Onlar da Rusiyada bir yerdə əskərlikdə olublar. Adil, Şirvan, Azər, Müşfiq, bir də Bakir. Onlar da təbrikə qoşulurlar. Mən də onların hamısına qoşulub Poladı təbrik edirəm.